Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, millətim. Bildiyiniz kimi Azərbaycan coğrafiyada meşə zolağı adlanır. Qafqaz Sıra dağları, Elbrus dağları, Azbəy meşələri, Azbəy dağları, Ərən dağları, Ərən meşələrində, əsasən cənub bölgəsinin ərazi bütövlüyünə bacardığım qədər mən imkan daxilində, yəni öz vəziyyətimdən, öz canımdan kəsərək, boğazımdan kəsərək, minnətlə, xahişlə gedib, qırqovu alıb, təbiətə buraxıram. Amma təbiətin gözəlliyini məhv edən bir sürü qəbilə tayfaları var, vəhşilər var. Mən indi saat 6-dandır bu əraziləri, meşənin ərazilərindəyəm. Demək olar ki, qırqovum gətirib yaydığım əraziləri nəzər edirəm ki, rast gəldikcə görürəm, bilirəm. Lerkin Ağ çay kəndi var, Ağqışdaq adlanır. Həmən ərazidə demək olar ki, 7-yə yaxın qırqov sayı artmışdı. Və orada bir köhnə ev ərazisi vardı, ora buraxmışdım, ora qaraçanlıq idi. Bu qış mövsümündə orada qırqovların ovlanması başlayıb. Yəni qətliam, bir sözlə soyqırımı, qətliamı başlayıb. Mənim sözüm ondan ibarətdir ki, əgər alıb meşələrə, təbiətə buraxmırsınızsa bu çöl quşların, təbiətə məxsus olan quşları kökün kəsməyib. Və Azərbaycan Respublikasının Ekologiya Nazirliğinə, Təbii Sərvətlər Nazirliğinə xahiş edirəm. Bu işdə mənə köməklik etsin. Lövhələr vasitəsində, yəni yazı vasitəsində meşə heyvanların şəkili olsun, yol qırağı, göbələklərin şəkili olsun. Yəni hansı göbələk yeyiləndir, hansı yeyilən deyil, zəhərlidir və zəhərsizdir. Və çöl quşların şəkili olsun, ovlanması qəti qadağan lövhələri yapışdırılsın bütün Azərbaycanın meşə ərazilərinə. Bunu bir Azərbaycan vətəndaşı kimi, təbiəti sevdiyim üçün, təbiət xəstəsi olduğum üçün bunu xahiş edirəm, rica edirəm. Əgər dövlətimizin, yəni Ekologiya Naziri, Təbii Sərvətlər Naziri və başqa və sair aidiyyəti qurumlar bu işə baxmırsa, heç olmasa iş sahibləri, biznesmen sahibləri, təbiəti sevənlər bu işlə mənə köməklik etsin. Mənim gətirib meşə ərazisinə buraxdığım, yəni sayı artsın deyə qırqovların, çöl quşların, qaşqaldağın, taturun, çay balıqlarına, buna qarşı sanki mən gətirib sayını artıram, sanki mənə qarşı mübarizə aparırlar. Təbiətə qarşı mübarizə aparmaq lazım deyil. Təbiətə qorunması üçün mübarizə aparım. Təbiətin gözəlliyi üçün mübarizə aparım. Təbiətin, yəni insanların ağciyəridir bu meşələr. İnsanlar günü-günü ekologiya ilə, karbonla bağlı, deməli, oksigenlə bağlı, meşələrdə azonla bağlı, meşələr məhv olduqda, meşələr qırıldıqda insanların boyu qısalır, get-gedə 1 metrə düşür. Meşə, təmiz ekologiya insanların, meşələr insanların ağciyəridir, təmiz oksigendir. Mən bunu rica edirəm, uzun sözümü uzatmıram, amma xahiş edirəm. Baxın, bu cür gözəl təbiəti qoruyan insanlar var, təbiət xəstələri var. Buralar belə deyildi, buraları məhv etmişlər. İndi mən bu əraziyə girirəm, baxıram, mən fəxr edirəm ki, belə bizim əraziləri qoruyub saxlayıblar. Bu əraziləri biz özümüzlə tutub aparmayacaq. Bu Tanrıya məxsusdur. Görürsünüz, bu cür gözəlliyi məhv etmək olarmı? Niyə məhv edirsiniz? Bax, gözəldir, gözəlliyinə baxın. Bunun bir gözəlliyi, bunun bir havası, meşənin qoxusu, bənövşələrin qoxusu, çol altında boynu bükük bənövşə. Bax, buna deyirlər. Görürsən, gözəlliyinin, bunun heç nəyə dəyişmək olmaz. Mən buranın bir dəqiqəsin, bir saniyəsi 1000 il Bakının havasına dəyişmərəm. Olmaz axı, niyə zədəliyirsiniz? Bax, bu yerlər tarixi yaşayış məskənlərdən də biri olub. Burada qətliamlar da tarixdə olubdur. Vəhşi qəbilələr, tayfaları bir-birinə qarşı, sonra müharibələr zamanında. Bax, bu yerlər tarixi ərazilərdir. Buralarda sudur. Gözəlliyə baxın. Hələ mən dərinliklərinə gedib girməmişim, bax, bu mekanı. Sanki bir cənnətdəsəm, cənnət deyilən bir şey, bax, budur. Xahiş edirəm, meşənin qoruması üçün, meşə təbiəti sevən insanlar üçün, oxuyan, bilgisi olan insanlar, meşəni düzgün
qorusun, düzgün müdafiə etsin və onlara rəsmi olaraq, necə deyim, bir rəsmiyyətdə tanınan bir kimlik verilsin ki, qorunma icazəsi olsun. İstədiyi hərəkətdə çağırışlar edə bilsin, söz deyə bilsin. İndi düzgün söz deyəni pis baxırlar. Olmaz axı, bu bizim təbiətimizdə, bu bizim özümüzə məxsus. Görürsünüz gözəlliyi. Bax, insan dünyada ən vəhşi, yırtıcı insandır. İnsan meşələrdə, məsələn, yaşayıb. Dünyada bütün vəhşi heyvanlardan üstün, bəşəriyyət üçün, kainat üçün, təbiət üçün ən qorxulu, ən, belə deyək, vəhşi, yırtıcı insandır. Bax, insan buraları tarixdə məhv edib, yandırıb. Amma insan da bax, buraları qoruyub. Görürsünüz, gözəlliyinə baxın. Bunun gözəlliyinə baxın. Bax. Bax, Yardımlı rayonun Sefaradi kəndidir. Demək olar ki, tarixi ismi Qoşqarıdır. Baxın, o kəndin qarşısıdır bu. Görürsünüz, gözəlliyə baxın. Bax, budur gözəllikdən. İnsan doya bilmir. Mən Bakıya gedirəm, nəfəs ala bilmirəm. Hər gün mən çiçqora gəlir, xəstələnirəm. Amma burada elə gözəl hava var, elə bir insan, nə dedim, dünyanın ən bəxtəvər insanlığı. Əgər dərddən, qəmdən, söz-söhbətdən uzaq olmaq istəyirsiniz, bax, belə yerlərdə bir kuman ola, yaşayasan. Bax, gözəlliyə baxın, gözəlliyə baxın. Budur gözəlliyi qorumaq dünyada ən xoşbəxtlik. Gözəlliyə baxın. İzlədiyi üçün çox sağ olun, təşəkkür edirəm. Artıq əski rəy yazanlar, videomu paylaşıb altına kimsə kötü sözlər yazarsa, o insanın milləti bəllidir, soyu kökü bəlli deyil. Təmiz insan, bəşəriyyət oğlu, insan olan şəxs insanların sözünə, insanlığına qiymət verər. Gülməz, lağ etməz. Vay, lağ edənlər və yaxud da pis söz yazanlar, onlar ailə tərbiyəsi görməyənlərdir, müəllim tərbiyəsi görməyənlərdir. Onların soysuz, köksüzdür, ölkədə nifrət yayanlardır. Ölkədə məhəbbət yaymaq lazımdır. Kim olur olsun, millətindən, dinindən, mənsubiyyətindən asılı olmayaraq sevgi yaratmaq lazımdır. Müəllimlərdən də artıq dərəcədə rica edirəm. Bütün Azərbaycanın müəllimlərindən, müəllimələrindən xahiş edirəm. Uşaqlara insan məhəbbəti öyrədin. Sevgi öyrədin. Təbiətə sevgi, məhəbbət öyrədin. Vəhşilik öyrətməyin. Vəhşilik dünyada sonu yoxdur. Qaydasız döyüşləri uşaqlara göstərməyin. Qaydasız döyüş insanların gələcək nəsil üçün vəhşilik deməkdir. Psixologiyasını pozmaq deməkdir. Qaydasız döyüşlərə izin verməyin, uşaqlarınız baxsın. Çalışın həyatda insan olaraq, insanlığa qiymət verənlərdən başa salın, öyrədin. Mən bu təbiəti demək olar ki, tək başıma gəlirəm. Təbiəti sevirəm. Çünki dünyada vəhşilər, yırtıcılar görəndə nifrətin sayı artdıqca dünyanın sonu gəldiyi kimi düşünürəm. İnsanlıq, mən bağlantım bu təbiətlə. Təbiəti özümə güc, qüvvət görürəm. Bax, bu ormanlığı görürsünüzmü? Budur gözəlliyi, baxın. Baxın, fikir verin. Budur gözəlliyi. Sevmək olarmı? Sevməmək olarmı? Budur təbiəti sevmək lazımdır, sevmək. Bax, görürsünüz. Niyə videonu çox çəkirəm? Yəni, baxın da, indi insan var, gedə bilmir video ilə. Baxır, ona xoş gəlir. Baxanda video fikirləşir ki, mən oradayam. Getmişəm, baxın, görün. Təbiətə baxın. Bax, quzu qulaqdır bu. Buna deyirlər, yeməmsən quzu qulaq, bilməmsən ləzzəti. Görsən, bu turşaydı. Quzu qulaq deyirlər bizdə, bax. Bilməyənlər bilsin, quzu qulaq budur. Bizim şairlərimiz yazır, quzu qulaq. Bu isə bizdə nehrə deyirlər, fit. Bu indi yetişəcək, bunu götürürsən, quruyanda onun içində fit olur, fışdıraq. Yəni, bu quzu qulaqdır, görürsünüz. Quzu qulaqlardır, bax. Görürsən, nə qədər burada quzu qulağı var. Bax, bu ərazidə çoxlu quzu qulağı var. Körpə uşaqlar üçün biraz çox yemək ziyandır, qızdırması olur. Amma böyüklərə
qan dövrəlindən xəstəliyə həmən quzu qulağın xeyri var. Baxın, görün. Görürsünüz bu gözəlliyi. Baxın, sən Allah. Ulu yaradan Tanrı, nə gözəllik vermişsən. Baxın sizi canınız, baxın. Bu cür gözəlliyi qorumaq lazımdır. Uca yaradan Tanrı nə gözəl ot verib onu, görürsünüz. Uzunluğuna baxın. Bax. Gözəllik budur. Gözəllik budur. Gözəllik budur. Bax, bulaq otuya bax. Burada təbii su var. Görürsünüz. Bax, bu bulaq otudur. Bax, baxın bu bulaq otudur, bax. Görürsünüz. Bulaq otu budur. Bu da bir neçə xəstəliklərin dərmanıdır. Şəkərə də xeyri var bunun. Bunu bax, bu bulaq otu dərmandır. Bu bitkilər ümumiyyətlə dərman. Görürsünüz. Bax, bu bulaq otudur. Yaxından çəkin, bax. Gözəllik, gözəllik. Gözəllik. Buraya imkan ola bura Afrikadan heyvanlar gətirib buraxasan. O vəhşilər, çıtdanlar, nə bilim, nə keçdi. Bura meymun sat da gətirib buraxasan ki, bu ərazilərdə olsun. Yırtıcı heyvanlar meşəyə daxil olmasın, meşə bəlkə o zaman qoruq olar. Baxın, gözəlliyə bax. Gözəlliyə baxın siz Allah. Gözəlliyə baxın. Lalələr, 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 lalələr. Nə gözəlsiz, lalələr, nə gözəlsiz. Elimin, obamın, təbiətimin gözəli sən. Lalələr, lalələr. Bax, gözəlliyə baxın. Gözəlliyə baxın. Gözəlliyə baxın. Gözəlliyə baxın.